Mən Fəridə Rəhimli, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən qısa müddətli UX/UI təlimini uğurla başa vuran müdavimlərdən biriyəm. Bu artıq mənim üçün 3-cü təhsil mərhələsidir. Orta ixtisas və ali təhsilimi başa vurduqdan sonra peşə təhsili aldım. Bu gün Azad Qarabağımızda geniş bərpa quruculuq işləri aparılır, yeni iş yerləri açılır. Mən bu quruculuğun bir parçası olmaq, bu prosesə töhfə vermək üçün peşə bacarıqlarını artırmaq istəyirdim. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair 1-ci dövlət proqramı və Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində həyata keçirilən qısa müddətli peşə təlimləri mənim üçün bir fürsət oldu. 2 ay müddətində bu proqram çərçivəsində web dizaynerlik sahəsində böyük təcrübə topladım. Bu təlim həm yaradıcılığımı, həm də texnoloji bacarıqlarımı inkişaf etdirmək imkanı yaratdı. Anam Qarabağlıdır və mən bu cür layihələrdə iştirak etməklə, dolayısıyla Qarabağın inkişafına kiçik də olsa töhfə verməkdən qürur duyuram. Bu təlim mənə göstərdi ki, öyrənmək gec deyil. Əldə etdiyim bilikləri gələcəkdə həm öz fəaliyyətimdə, həm də gənclərlə işimdə tətbiq edərək faydalı olmağa çalışacağam.